Düzgün değil. Niye ki? Aygün Bir Kazımova ne mənalı boyda olaraq, sənəti var ki? bir mənalı olaraq. Aygün xanımın ne boyda sənəti var ki? Necə yəni? O estradadır da, muğam bilir, ne bilir. Muğamı mən də estrada oxuyuram. Yeri gəlsə mən muğama da getmişəm. Hər şeydən anlayışım Kəmalə var. Günəşli. Eşidirsiniz mi? İnsan seviləndə div olur. Bax, Yəni onu bilin. bax. Eşit məni. Bugün Kəmalə Günəşlinin qurdum bu fikrindən razı deyiləm ki, Kəmalə Günəşli divadır. Diva Aygün Kazımovadır. O yaşına çatanda olacağım da mən də. Hələ deyən da. Mən o yaşında deyiləm. Ondan qat-qat kiçiyəm mən. Aygün xanım da bizim hörmətli. O heç də o möhürün bunu Aygün oturub. Kazımova. Aygün Kazımova yerin tutan olmalıdır ya yox. Sizin neçə yaşınız var? Mən 87-ci ildən. 87, 38 yaşım var. Aygün Kazımova 38 yaşında, hətta ondan da tez, elə divadır. O vaxt müğənni az idi, əzizim. İndi div olmaq çətindir. O vaxt 2-3 dənə müğənni var idi. Biri Brilliant Dadaşov idi. Biri Aygün xanım Kazımova mən Brilliant Dadaşov idi. Biri ilə Zülfiyə duetim xanım var. Xanbabayev idi. 3-4 dənə. Onda Hasan idi. İndi nə bilim kimlər, nə danışır? Sən Aygün Kazımovanı, mən istəmirəm. Aygün Kazımova ilə mən trend 1-də o idi, 2-də mən idim. O ilə yarışırdım, nə danışırsan? Bu göstəricidir. Bəs nədir ki? Xeyr, Bəs Yox, bir nədir? dəqiqə, niyə razı deyilsin ki, YouTube göstərici deyil? xeyr. Neçə Mən niyə yalan? onda restoranlar YouTube hesabına çağırır? Veriliş və trendə düşənləri çağırırsan? Sağ ol. Mən. Əgər YouTube göstərici olmasaydı biz populyar Mən olmazdıq. məsəl üçün Qardaş, YouTube'da böyük məbləğdə pullar vurub, Xeyr, trendi pulla yox, vurmaq trendi demirəm. Özün də Baxış yaxşı bilirsən. qazanmaq olur, bir mənalı olaraq. Bir mənalı. Onda populyar ola bilmirsən. Əgər mən populyaramsa, значит öz kütləmdir. Baxış vurulmayıb. Elə baxışlar var ki, baxış vurulub, sən o mahnıda xəbərin yox. Yoxdur, o Amma mən razıyam. rəyaqaydım, elə adam var xəbər olmasın. Значит naturalni baxışdır o. Yox, Bildin bax, nə demək istəyirəm? bax. Bugün Kəmalə Günəşlinin Bəli. özünü Aygün Kazımova kimi bir devlə müqayisə etməsi